bizi, Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən Respublikamızın paytaxtına gəlmiş alimləri Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresinin öz işinə başlaması münasibəti ilə salamlayır. Hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Bugün bu kongresin işinə qatılmağımla böyük məmnunluğumu ifadə etmək istəyirəm. Bizim bugünkü kongres ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunubdur. Bugünkü tədbirin məqsədi insan həyatının mərkəzində olan ürəkdir və onun sağlamlığıdır. Ölkə rəhbərliyinin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı və bugün ölkəmizin səhiyyə sistemində atılan hər bir uğurlu addımda hiss olunmaqdadır. Bir neçə xüsusiyyətinə görə biz bu kongresi ənənəyə çevirə bildik. Azərbaycan Ürək və Damar Cərrahisi 2 ildə bir keçirdiyi bu konfransda xarici ölkələrdə aparıcı mütəxəssisləri cəlb edir Azərbaycana və onların bizim yerli mütəxəssislərlə fikir mübadiləsi və praktiki mübadilələr aparırlar.